İsra veya Bəni İsrail suresi Mekke'den hazır olmuştur. 111 ayet. Bağışlayan ve mehriban Allah'ın adıyla. Bazı ayələrimizi göstermek için bəndəsini, Peyğəmbər əleyhisselamı bir gece Mekke'deki Məscid-ül Həramdan ətrafını mübarək etdiyimiz, bərəkət verdiyimiz Məscid-ül Əqsaya, Beytül-Müqəddəsə aparan Allah pak və müqəddəsdir. O doğrudan da hər şeyi eşidəndir, görəndir. Biz Musaya kitab, Tövrat verdik və məndən başqa heç bir vəkil tutmayın veya Tanrı qəbul etməyin deyə onu İsrail oğullarına haq yolu göstərən bir rəhbər təyin etdik. Ey Nuhla birlikdə gəmiyə mindirib apardığımız, tufandan xilas etdiyimiz kəslərin nəsli. Həqiqətən o, Nuh, Allah'ın nemətlərinə çox şükr edən bir bəndə idi. Biz İsrail oğullarına kitabda, Tövratda, siz yeryüzündə 2 dəfə fitnə fəsad törədəcək və çox dikbaşlıq yaxud zülm edəcəksiniz deyə bildirdik. Onlardan, o fitnə fəsadın birincisinin cəza vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar, sizi təqib edirdilər. Bu vəd artıq yerinə yetirildi. Siz Zəkəriyyəni öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb yurdunuzu xaraba qoydular. Bundan sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq. Yenidən var dövlət, oğul uşaq verməklə kömək göstərdik. Və sayca sizi əvvəl olduğunuzdan və ya düşmənlərinizdən daha çox etdik. Yaxşılıq da etsəniz, özünüzü etmiş olursunuz, pislik də. İkinci fitnə fəsadınızın cəza vaxtı gəldikdə, üzünüzü qara, sizi xəcil etmək, məscidə, Məscid-ül Əqsaya birinci dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmək üçün Fars və Rum padşahlarını üstünüzə göndərdik. Siz Yəhyanı öldürdünüz. Onlar da əvəzində sizi qətl edib, məbədinizi dağıdıb yurdunuzu viran qoydular. Tövbə edəcəyiniz təqdirdə ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz yenidən yaramaz əməllərinizə qayıtsanız, biz də sizi yenidən cəzalandırmağa qaydarıq. Biz cəhənnəmi kafirlərdən ötürü bir zindan etdik. Həqiqətən bu Qur'an bütün bəşəriyyəti ən doğru yola yönəldir. Yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir. Ahirətə inanmayanlar üçünsə şiddətli bir əzab hazırlamışdır. İnsan özünə xeyir dua etdiyi kimi bəd dua da edər. İnsan hər şeydə tələskəndir. Gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz. Biz gecə və gündüzü qüdrətimizə dəlalət edən 2 əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı, vaxt ölçülərini bilməyiniz üçün gecənin əlamətini, qaranlığı silib, yerinə gündüzün işıqlı, görünən əlamətini gətirdik. Bizə ehtiyac hiss etdiyiniz hər şeyi Qur'anda müfəssəl izah etdik. Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü bütün əməllərini açıq kitab kimi qarşısına qoyarıq. Və ona belə deyərik, oxu kitabını, əməl dəftərini. Bugün sən haqq hesab çəkməyə özün özünə, özün öz əməllərinin şahidi olmağa kifayətsən.
Doğru yol tutan yalnız özünə xeyir, haq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz, hərə öz günahına cavabdehdir. Biz peyğəmbər göndərməmiş heç bir ümmətə əzab vermərik. Biz bir məmləkəti məhv etmək istədikdə, peyğəmbərlərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına Allaha itaət etməyi, iman gətirməyi əmr edərik. Lakin onlar Allaha asi olub, pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksən edərik. Biz Nuhdan sonra neçə ümmətləri, nəsilləri məhv etdik. Ya Muhammed, Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi, onlara cəza vermək üçün kifayət edər. Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə axirətdə ona cəhənnəmi məskən edərik. O cəhənnəmə qınanmış, Allahın mərhəmətindən qovulmuş bir vəziyyətdə daxil olar. Mömin olub axirəti istəyən və onun uğrunda canbaşla çalışanların zəhməti Allah dərgahında qəbul olunar. Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti istər dünyada, istərsə də axirətdə heç kəsə qadağan deyildir. Ya Peyğəmbərim, bir gör var dövlət, cahçalal baxımından dünyada onların birini digərindən necə üstün tutduq? Axirətdə isə dünyadakindən daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa xar olar, zəlil vəziyyətə düşərsən. Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi, onlara yaxşı baxıb gözəl davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara uf belə demə, üstlərinə qışqırıb acı söz söyləmə, onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb, ey Rəbbim, onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, sən də onlara rəhm etdi. Rəbbiniz ürəklərinizdə olanları, qəlblərinizin sirlərini ən yaxşı biləndir. Əgər əməli salih olsanız, ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin ki, Rəbbiniz həqiqətən tövbəkarları bağışlayandır. Qohum-əqrabiyə də, miskinə də, pulu qutarıb yolda qalan müsafirə də haqqını ver. Eyni zamanda mal dövlətini əbəs yerə, sağa-sola da səpələmə. Həqiqətən malını əbəs yerə, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankördür. Əgər Rəbbindən dilədiyin bir mərhəməti, ruzini gözləmək məqsədi ilə, onlardan kömək göstərilməsi lazım olan şəxslərdən üz çevirməli olsan, onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən, heç olmasa onlara darıxmayın. Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm kimi xoş bir sözdür. Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan.
Həqiqətən Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da o öz bəndələrinin halından xəbərdardır, hər şeyi görəndir. Yoxsulluqdan qorxub, cahiliyyət dövründə olduğu kimi övladlarınızı, xüsusilə qız uşaqlarını öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək həqiqətən böyük günahdır. Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl və pis bir yoldur. Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə və ya varisinə qatil barəsində bir ixtiyar verdik. İstəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qan bahası tələb edər. Lakin o da qətl etməkdə ifrata varmasın, qisas almalı olsa yalnız qatili öldürməklə kifayətlənsin. Çünki şəriətin bu hökmləri ilə ona artıq kömək olunmuşdur. Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi buluğa çatana qədər yaxın düşməyin. Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz xeyrinə istifadə etmək məqsədi ilə əl vurmaq olar. Əhdə vəfa edin. Çünki insan əhd barəsində qiyamət günü cavabdehdir. Ölçəndə, ölçüdə düz olun. Çəkəndə düzgün tərəzi ilə çəkin. Bu sizin üçün daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır. Ey insan! Bilmədiyin bir şeyin ardınca getmə. Bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə. Çünki qulaq, göz və ürək, bunların hamısı sahibinin etdiyi əməl, dediyi söz barəsində sorğu-sual olunacaqdır. Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də boyca yüksəlib dağlara çata bilərsən. Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən pis şeylərdir. Ya Muhammed, bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və Allahın mərhəmətindən kənar edilmiş bir halda cəhənnəmə atılarsan. Ey mələklər Allahın qızlarıdır deyən müşriklər! Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızları mı övladlığa götürdü? Həqiqətən özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə böyük-böyük danışırsınız. İnsanlar düşünüb ibrət alsınlar deyə, biz bu Qur'anda Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla izah etdik. Lakin bu izahat, onların yalnız nifrətini artırdı, İslamdan daha çox üz döndərdilər. Ya Muhammed, de, əgər Allahla yanaşı, müşriklərin dedikləri kimi tanrılar olsaydı, onlar ərş sahibinə yaxın düşmək, yaxud onunla vuruşmaq üçün bir yol axtarardılar. Allah onların dediklərindən çox uca, pak və çox yüksəkdir. 7 göy, yer və onlarda olanlar, bütün məxluqat Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib, ona şükr etməsin. Lakin siz onların dillərini bilmədiyiniz üçün təqdisini anlamazsınız. Allah həqiqətən həlimdir, bağışlayandır. Ya Rəsulum, sən Quran oxuduğun zaman, səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik. Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzdir. Qur'anı anlamasınlar deyə,
onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq, kar etdik. Sən Qur'anda Rəbbini bir tək Tanrı olaraq andığın zaman, onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər. Sən Qur'an oxuyanda, onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalimlərin öz aralarında gizli-gizli danışıb, siz ancaq ofsunlanmış bir adama uyursuz dediklərini də bilirik. Bir gör müşriklər səni kimlərə bənzətdilər? Sənə şair, kahin, sehirbaz, məcnun, divanə və s. dedilər. Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzdilər. Onlar, biz sürsümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluq mu olacaq deyirlər? Ya Muhammed, de, istər daş olun, yaxud dəmir. Və ya ürəyinizdə özünüzü dağlar, göylər kimi böyük bir məxluq bilin, yenə diriləcəksiniz. Onlar deyəcəklər, o halda bizi kim yenidən dirildib həyata qaytaracaqdır? Ya Muhammed, de, ilk dəfə sizi yoxdan yaradan Allah. Onlar istehza ilə sənə başlarını bulayıb, bu nə vaxt olacaqdır deyə soruşacaqlar. De, bəlkə də bu yaxın zamanda. O gün ki, Allah sizi haqq hesab üçün öz huzuruna çağıracaqdır. Siz də ona itaətlə yanaşı şükr edərək, qəbirlərinizdən dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, dünyada çox az qaldınız. Ya Muhammed, bəndələrimə de, danışdıqları zaman gözəl sözlər söyləsinlər. Və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar. Şeytan onların arasına fitnə fəsad sala bilər. Həqiqətən şeytan insanın açıq-aşkar düşmənidir. Rəbbiniz sizi daha yaxşı tanıyır. Kimin mömin, kimin kafir olduğunu çox gözəl bilir. İstəsə sizə rəhm edər, istəsə əzab verər. Biz səni onlara vəkil göndərməmişik. Sənin vəzifən yalnız İslamı təbliğ etməkdir. Ya Muhammed, Rəbbin göylərdə və yerdə olanları, özünün bütün yaratdıqlarını çox gözəl tanıyır. Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik və Davuda Zəbur verdik. De, Allahdan başqa Tanrı güman etdiklərinizi köməyə çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə, sizdən sovuşdurub başqasına tərəf yönəltməyə qadir deyillər. Onların tapındıqları tanrıların özlərindən hər hansı biri Allah dərgahına daha yaxın olsun deyə Rəbbinə vəsilə axtarır. Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən Rəbbinin əzabı qorxuludur. Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu kitabda, Lövh-i Məhfuzda yazılmışdır. Bizə möcüzələr göndərməyə mane olan hər şey ancaq əvvəlkilərin, keçmiş ümmətlərin onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi bir dəvə verdik. Lakin onlar ona zülm etdilər, dəvəni tutub kəsdilər. Biz möcüzələri yalnız bəndələrimizi qorxutmaq üçün göndəririk. Ya Muhammed, yadına sal ki, bir zaman sənə Rəbbin öz əzəli elmi və qüdrəti ilə insanları ehtiva etmişdir
onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər demişdik. İsra gecəsi sənə göstərdiyimiz mənzərəni və Qur'anda lənətlənmiş cəhənnəmdəki zəqqum adlı ağacı insanlar üçün yalnız bir imtihan etdik. Görək sənin sözünə inanacaqlar ya yox. Biz onları qorxuduruq. Lakin bu qorxutmaq, onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir. Yenə yadına sal ki, bir zaman mələklərə Adəmə səcdə edin deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. İblis, sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi demişdi. İblis həmçinin, Pərverdigara, bir de görək, məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda, nə üçün onu məndən üstün tutdu? Əgər məni öldürməyib, qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram və yoldan çıxarıb kökünü kəsərəm. Allah buyurdu, çıx get, sənə qiyamətə qədər möhlət verdim. Onlardan hər kəs sənə uysa, bil ki, cəzanız cəhənnəmdir. Özü də tamam kamal bir cəza. Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, onları harama, zinaya sövq etməklə, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür yalan vədlər ver. Şeytan ona uyanlara yalnız yalan vəd verər. Doğrusu, mənim mömin bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması, sənin şərindən və vəsvəsəndən onları qoruması kifayət edər. Sizin üçün bol nemətindən özünüzə ruzi axtarmaq, qazanmaq məqsədi ilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir. Həqiqətən Rəbbiniz sizə qarşı rəhimlidir. Sizə dənizdə bir çətinlik, batmaq təhlükəsi üz verdiyi zaman, Allahdan qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin o sizi xilas edib quruya çıxartdıqda, itaətindən üz döndərirsiniz. İnsan nankördür. Məyər Allahın quruda sizi yerə batırmayacağına, yaxud göydən başınıza daş yağdırmayacağına əminsinizmi? Sonra heç sizi qoruyan da tapılmaz. Yoxsa Allahın bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi batırmayacağına arxayınsınız. Sonra sizdən ötürü bizdən intiqam alacaq və ya bizə qarşı sizə kömək edəcək bir kəs də tapa bilməzsiniz. Biz Adəm övladını şərəfli və hörmətli elədik. Onları suda və quruda, gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə mindirib sahib etdik. Özlərinə cürbəcür nemətlərdən təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. Bir gün bütün insanları öz imamları ilə birlikdə huzurumuza çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar, şad olarlar. Onlara xurma çərdəyinin yarığındakı tel qədər haqsızlıq edilməz. Bu dünyada Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi kör olan, axirətdə də kör olar və haqq yoldan daha da çox azar. Ya Muhammed, Qur'andan qeyri bir şeyi yalandan bizə isnad edəsən, iftira yaxasan deyə, müşriklər səni hardasa o sənə vəhy etdiyimizdən saptıracaqdılar. Belə olacağı təqdirdə, səni sözsüz ki, özlərinə dost tutacaqdılar.
Əgər biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın. Belə olacağı təqdirdə, sənə həyatını və ölümün 2 qat əzabını daddırardıq. Sonra bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. Müşriklər səni oradan, Məkkədən çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə fitniyə salsınlar. Əgər onlar belə etsəydilər, səndən sonra Məkkədə yalnız az bir müddət qala bilərdilər. Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq olaraq, onların dövründə də belə etmişdik. Sən bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən. Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib, ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi. Günortadan gecənin qaranlığına dək, lazımınca namaz, günorta, ikindi, axşam və gecə namazları qıl. Sübh namazını da qıl. Çünki sübh namazı gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən müşahidə olunur. Ya Muhammed, gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə, təhəccüd namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyən edib təriflənən bir məqama çatdırsın. Ey Rəbbim, məni daxil edəcəyin yerə, Mədiniyə xoşluqla daxil et. Məni çıxaracağın yerdən, Məkkədən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver. De, haqq, İslam gəldi, batil yox oldu. Çünki batil öz-özlüyündə yoxluğa, heçliyə məhkumdur. Biz Qur'andan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O zalimlərin ancaq ziyanını artırır. İnsana bir nemət, sağlamlıq, var dövlət verdiyimiz zaman bizdən 3 çevirib uzaq gəzər. Ona bir pislik yüz verdikdə isə məyus olar. De, hərə öz qabiliyyətinə, xislətinə görə iş görər. Rəbbiniz kimin doğru yolda olduğunu daha yaxşı bilir. Ya Muhammed, səndən ruhun mahiyyəti və keyfiyyəti haqqında soruşarlar. De, ruh Rəbbimin əmrindədir. Sizə bu barədə yalnız cüz'i bir bilik verilmişdir. Əgər istəsəydik, sənə vəhy etdiyimizi qəlbindən çıxardıb aparardıq. Sonra bizə qarşı özün üçün bir müdafiəçi, vəkil də tapa bilməzdin. Lakin bunu etməməyimiz Rəbbinin yalnız sənə qarşı bir mərhəmətidir. Həqiqətən onun sənə olan neməti böyükdür. Ya Peyğəmbərim, de, əgər insanlar və cinlər bir yerə yığışıb, bu Qur'ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. Biz bu Qur'anda insanlar üçün hər cür məsəl çəkib, mənasını onlara izah etdik. Lakin onların əksəriyyəti küfürdən başqa bir şeyə razı olmadı. Nemətimizə nankor olub, yalnız küfrü seçdi. Qur'anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər belə dedilər: bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud ağacları arasından şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca, yaxud iddia etdiyin kimi göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri
peyğəmbərliyinin doğruluğuna şahid olaraq açıq-aşkar qarşımıza gətirməyincə və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər bizə səmadan oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq. Ya Muhammed, de, Rəbbim pak və müqəddəsdir. Allah gedib gəlmək, enib qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır. Mən isə yalnız peyğəmbər olan bir insanım. Allahın izni olmayınca heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir. Qureyş müşrikləri kimi insanlara doğru yol göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların Allah bir insanı mı peyğəmbər göndərdi demələridir. Müşriklərin fikrincə peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir. Ya Muhammed, de, əgər yer üzündə siz insanlar kimi arxayın gəzib dolaşanlar mələklər olsaydı, yer üzünün əhalisi mələklərdən ibarət olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik. De, mənimlə sizin aranızda təkcə Allahın peyğəmbərliyimin həqiqiliyinə şahid olması kifayət edir. Şübhəsiz ki, o bəndələrindən xəbərdardır. Onların gizlində və aşkarda nələr etdiyini görəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə Allahdan başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə, sürünə-sürünə, kör, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların bədənlərinin alovunu artıracaq. Bu, ayələrimizi inkar etdiklərinə və sürsümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda biz dirildilib yeni bir məxluq mu olacaq dediklərinə görə onların cəzasıdır. Məyər onlar öləndən sonra bir daha diriləcəklərini inkar edənlər, bu böyüklükdə göyləri və yeri yaradan Allahın, bu kiçiklikdə onlar kimisini yenidən eyni ilə yaratmağa qadir olduğunu görmürlərmi? Allah onlar üçün bir əcəl müəyyən etdi ki, ona heç bir şək şübhə yoxdur. Zalimlər belə bir vəziyyətdə də ancaq öz küfrlərində israr edib dururlar. Küfrdən başqa bir şeyə razı olmurlar. Ya Peyğəmbərim, müşriklərə de, əgər siz Rəbbimin rəhmət xəzinələrinə, var dövlətinə sahib olsaydınız, yenə də onun xərclənib tükənməsindən sonra da sizə yoxsulluq üz verməsindən qorxaraq xəsislik edərdiniz. İnsan nə qədər varlı olsa da, təbiyyəti etibarı ilə xəsisdir. Biz Musaya 9 aşkar möcüzə, əsa, günəş kimi parlayan yədi beyza, çəyirtkə və digər həşarat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılmasını verdik. İsrail oğullarından soruş. Musa onların yanına gəldikdə Firon ona, ya Musa, mənə elə gəlir ki, sən ofsunlanmışsan, ağlın başında deyildir demişdi. Musa da ona, sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini sözsüz ki bilirsən.
mən isə ey Firon, səni küfrə düşdüyünə görə artıq məhv olmuş zənn edirəm deyə cavab vermişdi. Firon onları Misir torpağından qovub çıxartmaq istədi. Biz isə onu, Fironu və onunla birlikdə olanların hamısını suya qərq etdik. Və bundan sonra İsrail oğullarına dedik: siz Şam ərazisində sakin olun. Axirət vədəsi, qiyamət gəlib çatdıqda sizin hamınızı, sizi və Firon əhlini, yaxud möminləri və kafirləri birlikdə bir-birinizə qarışmış halda məhşərə gətirəcəyik. Biz Qur'anı haqq olaraq nazil etdik. O da haqq olaraq heç bir dəyişikliyə uğramadan nazil oldu. Səni də yalnız möminlərə cənnətlə müjdə verən və kafirləri cəhənnəm əzabı ilə qorxudan sifəti ilə göndərdik. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz Qur'anı hissələrə ayırıb, ayə-ayə, surə-surə göndərdik. Biz onu tədriclə, 23 ilə yaxın bir müddət ərzində nazil etdik. Ya Muhammed, müşriklərə de, istər Qur'ana inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr, yanlarında Qur'an oxunduğu zaman üzü üstə səcdiyə qapanar. Və Rəbbimiz pak və müqəddəsdir.